bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Azərbaycan xalqının böyük oğlu, ümumilli lider Heydər Əliyevin anadan olunmasının 103-cü il dönümü dərin ehtiramla qeyd olunur. O, müasir Azərbaycan qurucusu, milli dövlətçiliyimiz, memarı kimi tariximizdə əbədi iz qoymuşdur. Heydər Əliyev öz müdürlük siyasəti ilə ölkəmizi ağır sınaqlardan çıxarmış, sabitlik və inkişaf yoluna aparmışdır. Bugün güclü və müstəqil Azərbaycan onun müəyyən etdiyi siyasi kursun uğurlu nəticəsidir. Xalqımız ümumilli lideri əziz xatirəsini daim hörmət və minnətdarla yad edir. Onun adı və irsi hər zaman yaşayacaqdır. Allah rəhmət etsin. Ruhu qarşısında baş əyirik. Azərbaycan İnternet Televiziyası üçün Bəhlul Həmidov.